Dostlar, namaste. Çoxdandır bu haqda danışmaq istəyirəm. Çünki uzun zamandır müşahidə edirəm insanların ümumiyyətcə davranışını, necə hər şeyi əvəz-əvəz görürlər. Bilirsiniz, bu heç kimin burada günahı yoxdur əslində. İnsanları elə tərbiyələndiriblər ki, sən neyisə əvəzində almalısan, əgər neyisə verirsənsə. Yəni, hər şey əvəz-əvəz olunmalıdır. Bu, hər bir şeydə belədir. Münasibətlərdən tutmuş, məktəb vaxtı, bağça vaxtı, hər şey, yəni həyat belədir, sistem belədir. Sən pul verirsən, sənə mal verirlər. Yəni, hər şey geri dönüşlü bir məqsədlə olmalıdır. Və insanlar formalaşır, cəmiyyət formalaşır, hər bir şey bir qanundur. Maddi dünyanın qanunu. Maddi dünyanın qanunu bizə bir çox hallarda əzab, əziyyət verir, çətinlik verir. Çünki insanlar təbiətin qanununu pozmuş olurlar. Təbiətin qanunu, enerjilər, Allahın sənə verdiyi o bolluq, zənginlik, o biraz başqa cürdə çalışır. Mən fikir verirəm, heç kim heç nə vermək istəmir. Bir geri dönüş olmadan. Bu bir faciədir, belə düşünürəm. Nə gözəl olardı ki, insanlar düşünmədən paylaşsınlar, məlumatlarını paylaşsınlar, ürəklərini açsınlar. Yəni, belə bir şey olmamalıdır ki, mən səni sevəcəmsə, sən mənə bu şeyləri etməlisən. Bu biznesdir. Bu təbiətin qanununa zidd olan bir şeydir. Və yaxud, bilmirəm, misallar çoxdur. Ümumiyyətcə, qadın enerjisi, o paylaşdıqca zənginləşir. Qadın hər zaman paylaşmalıdır. Öz məlumatını, öz gözəlliyini paylaşdıqca gəlir. Bu enerjide yaşayan qadınlar məni çox gözəl başa düşürlər. Elə gözlənilməyən yerdən gəlir ki, çünki Tanrıya çox xoş gedir. Ümumiyyətcə, qadın böyük bir varlıqdır. Bizim kainatda hər şey qadından başlayır, bilirsiniz. Ümumiyyətcə, sən paylaşdıqca sənə hər şey gəlir. Amma insanlar hər şeyə vaxt çərçivəsi qoyduğu üçün, yəni biz zaman qoyuruq. Neysə verdim, misal üçün, mən neysə hədiyyə elədim. Sabahları geri heç nə gəlmədi, deməli bu qanun işləmir. Mən bunu verməməliyəm, saxlamalıyam özümdə. Əksinə elə deyil, çünki zamanda, kainatda vaxt yoxdur. Yəni bizim bildiyimiz vaxt o ayda 4 həftə, ildə 12 ay, elə bir çərçivə yoxdur. Biz onu çərçivə içərisinə saldığımız üçün zamanla gözləyirik, amma əslində o yoxdur. Yəni biz paylaşmalıyıq. Bu həyatın qanunudur. Bumerang, sən nə verirsən, nə atırsan, o da sənə qayıdır. Qıtlıq enerjisində yaşamamalıyıq. İnsanlar indi o dərəcədə qıtlıq enerjisinə giriblər ki, hətta bir dənə like qoymağı düşünürlər. Yəni mənim xoşuma gəlməlidir ki, mən bura like qoyum. Yəni o qədər egonu qidalandıra yaşayırlar. Geri dönüş hər zaman axtarırlar. Hər şeydə axtarırlar. Ora mən gəlim, mənim orada bir faydam nədir? Amma sənin orada gözə görünməyən bir faydan ola bilər, hansı ki, sənə Allahın sənə onu hədiyyə edir və səni ora dəvət edir. Sən ruhsal olaraq qəlbindən hiss eləyib, xoşluq diləyərək insanlara, cəmiyyətə getməlisən. Amma sən bu günləri beynin, intellekt, zehnin o deyir ki, yox,
Sən ora getmə. Sən orada xeyrin nədir? Sən orada faydan nədir? Biznesin nədir? Bu, bu bir faciədir. Əlbəttə, belə enerjide yaşayan insanlar çoxdular. Bəlkə də planetin 95% bu enerjide yaşayır. Və bu bir səhvdir. Elə insanlar əziyyət çəkəcəklər. Onlar hər zaman həyəcan içində olacaqlar, gərginlik içində olacaqlar, xəstələnəcəklər, depressiv xəstəliklər. Çünki onlar üçün həyat birbaşa hər şeyi alış-verişə çöndəriblər. Amma həyat elə deyil. Bunu biz anlamalıyıq və çalışmalıyıq. Heç olmasa az-az bu enerjiden çıxaq. Baxaq görək bir təmənnasız paylaşım necə olur? Onun ləzzəti nədir ümumiyyətcə? Sən onun ləzzətini anlasan, sən bir də bu alış-veriş biznes enerjisinə qayıtmayacaqsan. Çünki bilirsiniz, hər insanın öz qisməti var. Allah sənin yolunu elə açır. Yəni səni elə zəngin edə bilər. Sən hətta get dağın ucqar bir yerdə, dağın üstündə yaşa. Heç kim sənin haqqında bilməsin. Allah sənin ruzunu vermək istəyəndə, yəni sənin qəlbini mükafatlandırır, sənin ruhunu zənginləşdirir. O elə onu edə bilər ki, insanlar sən orada otura-otura gəlib sənə bütün var-dövləti, bütün varlıqları verə bilərlər. Yəni bu belə işləyir. Ona görə biz bu günləri bu haqda düşünməliyik. Bu təbiətin qanunudur. Sevgi, sən sevgi verirsən. Sevgi səni zənginləşdirir, səni huzur edir, səni şəfalandırır, sənə maddi şeylər də verir. Yəni bir çox insanlar, mən şəxsən öz təcrübəmdə deyirəm ki, bəzi hallarda mən insanlardan elə hədiyyələr alıram, mən deyirəm ki, yəni nəyə görə? Mən necə bunun altından çıxacam? Amma onlar deyirlər ki, yox, biz səni hiss edirik və layiq düşündüm ki, sən bu şeyə layiqsan. Ona görə, yəni mən şokdayam ki, necə də bu qanun işləyir. Amma mən bunu əlbəttə ki, süni olaraq etmirəm. Bu mənim biraz təbiətimdir. Necə bir ana öz sevgisini düşünmədən, bir plan yapmadan öz evladına verir. Yəni mənim də zehnimdə, daxilimdə olan qanunlar, təbiətin qanunları belə çalışır. Sanki bir günəş kimi. Günəş düşünmür, mən şüalarımı, enerjimi bu ölkəyə verim və yaxud verməyim, bu insana verim və yaxud verməyim. Eyni qaydada hər yerə verir, hər yerə yayır. Baxın, bu çox önəmlidir. Təbiətin qanunlarına biz daha çox yaxın olmalıyıq. Ümumiyyətlə, təbiətdən bir çox örnək götürə bilərik, bir çox diqqət etməliyik ümumiyyətcə. Biz verdikcə, paylaşdıqca həyat da gözəlləşir, mütləq və mütləq sənə geri dönüşlər olur, Allah səni qoruyur. Hətta Quran-ı Kərimdə də bu var. İnsan qazandığının, səhv etmirəmsə, 10-15%-ni paylaşmalıdır, verməlidir. Bu, yəni, normal bir haldır. Bu, təbiətin qanunudur. Sən hər zaman paylaşmalısan. Mən son zamanlar görürəm ki, insanlar o qədər paylaşmağa çətinlik çəkirlər. O qədər, sanki, misal üçün, bir misal çəkim, yoga təlimçiləri. Mən arada götürüb onların, misal üçün, baxıram səhifələri, görürəm yeni bir təlimçidir. Götürürəm səhifələrini paylaşıram öz Instagramımda. Mənə təşəkkür məktubları yazırlar ki, belə elə, pes. Mən görürəm ki, adam, yəni, konkret olaraq anlamır mən bunu nəyə görə edirəm. Təşəkkürünü bildirir. Bir çox misallar var. Mən hər zaman deyirəm ki, yəni, hər insanın öz qisməti var, öz sevdikləri var, öz enerjisinə uyğun ona bolluq, varlıq, insanlar gəlirlər, hansı ki, onu mükafatlandırırlar, vasitəçilər olurlar.
Yəni Tanrı məni zənginləşdirmək istəyəndə o mənim həyatıma insanlar yollayır. Və mənim enerjilərimi hiss edir, mənim sevgimi, başqa ruhlara qarşı olan sayğımı hiss edir. Ona görə heç nəyi biz çalışmalıyıq, özəlləşdirməyək. Yəni heç nə bizim deyil. Bir düşünün, biz bu dünyadan heç nə aparmırıq. Hər şey maddidir. Yəni bu dünyada doğur, burada da qalır. Ona görə biz qıtlıq enerjisində yaşamamalıyıq. Mənim, sənin olmamalıdır. Hər şey hamısınındır. Yəni ümumidir hər şey. Okay, bir müddət o sənə yəni sənin ola bilər, amma sən əgər sevgi içində yaşamırsansa, sən ondan həzz ala bilmirsən artıq. Hansısa bir maddi varlıqdan. Və yaxud elə bir ani onu həyatından itirə bilərsən ki, onda anlayırsan ki, hə, heç nə sənin deyil. Amma sən Tanrınla, ali enerji ilə təmasda yaşayanda, onun, mən bilmirəm necə izah edim, yəni onun zənginliyi o qədər böyükdür, o qədər insanı doldurur. Sən həqiqətən də insan zənginliyi onun daxilindən başlayır. Maddi şeylərin miqdarı ilə, ölçüsü ilə deyil, qətiyyən. Ümid edirəm bu məlumat faydalı oldu. Nələrsə eşitdin, nələrsə öyrəndin. Bəlkə də razı deyilsən mənim fikrimlə. Ola bilsin zaman keçdikcə deyəcəksən ki, hə,